Bu hadisə 1999-cu ildə baş versə də, istintaq düz 1 il 5 ay konkret qənaətə gələ bilmir. Çünki istintaq getdiyi anda bir neçə dəfə məcra dəyişir, şübhəli əvvəlcə bacısını öldürdüyünü desə də, sonradan təqsirsiz olduğunu bildirir. Bu azmış kimi, hətta ekspertizada sümüklərin iddia olunan şəxsə aid olması barədə qərar verə bilmir. Bəs bu dəhşətli hadisədə kələfin ucu hardaydı? Kəndin ən gözəl qızını, 20 yaşlı Samirəni kim, niyə öldürmüşdü? Hacı Dağı meşəsinin dərinliklərindən tapılan sümüklər onun idimi? Bura TV11, adım Sərdar Amindir. Başlayaq. 20 yaşlı Samirə isti avqust gecələrinin birində, daha dəqiq desək, 1999-cu ilin 9 avqust gecəsində Cəlilabadda yoxa çıxır. Samirə Fəthullayevanın itkin düşməsi ilə bağlı aparılan axtarışlar zamanı hüquq mühafizə orqanları maraqlı bir faktı müəyyənləşdirirlər. Məlum olur ki, avqustun 1-dən 10-una qədər Samirənin valideynləri Masallı rayonunun İstisu istirahət zonasında olublar. Onlar qızın yoxa çıxdığı günün səhəri evə qayıdıblar. Evdə isə Samirənin 3 qardaşı Telman, İxtiyar və Asəf qalıb. Qardaşların dediyinə görə avqustun 8-i axşam ailə üzvlərlə birlikdə şam yeməyi yeyiblər. Bundan sonra Samirə yatmaq üçün öz otağına keçib. Telman Fəthullayev isə bildirib ki, həmin gecə səhərə qədər demək olar ki, həyatda olub və bacısının evdən çıxaraq harasa getdiyini görməyib. Ancaq kənddə dolaşan söz-söhbətlər tamam başqa istiqamətə işarə verirdi. Rayon polis şöbəsinə çağırılan bəzi kənd sakinləri qızın itkin düşməsində məhz qardaşı Telman Fətullayevdən şübhələndiklərini deyirdilər. Lakin sorğu-sual zamanı Telman bütün şübhələri özündən uzaqlaşdıraraq qonşulardan şübhələndiyini və hadisədə onların əli ola biləcəyini bildirir. Hadisədən 22 gün keçir. Sentyabrın 2-sində İncili kəndi yaxınlığında Hacı Dağı meşə massivində insan sümükləri tapılır. Sümüklərin tapıldığı yerdən təxminən 50 metr yuxarıda isə qara rəngli ləkələri olan bir örtü aşkar olunur. Bu tapıntı kənddə yeni söz-söhbətlərə səbəb olur. Çünki həmin dövrdə Cəlilabad rayonunda Samirə Fəthullayevadan başqa itkin düşən şəxs olmayıb. Bu səbəbdən tapılan sümüklərin məhz ona məxsus olması barədə söz-söhbətlər sürətlə yayılmağa başlayır. Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanır. Detallardan biri bu idi ki, sümüklərdən təxminən 50 metr kənarda tapılan həmin o qara örtü, yəni adyal, Telman Fətullayevgilin evinin adyalı idi. Beləliklə, Fəthullayev uzun sürən sorğu-sualdan sonra gözlənilməz etiraf edir. O bildirir ki, avqustun 9-una keçən gecə bacısı Samirəni qətlə yetirib və meyidi İncili kəndi yaxınlığındakı meşə ərazisinə apararaq orada atıb. Hadisə ilə bağlı kriminalistik ekspertizalar təyin olunur və ekspertlərin ilkin rəyinə görə təqdim olunan sümüklər qadın cinsinə mənsubdur. Yaş həddi təxminən 18-20, boyun ölçüsü isə təxminən 155 sm ola bilər. Kəllə sümüklərində və şəkillərdə hər hansı xüsusi fərqləndirici əlamət aşkar olunmadığından, yəni tapılan sümüklərin həmin şəxsə məxsus olması inkar edilmir. Bundan başqa iş üzrə maddi sübut kimi götürülən şalvar, köynək və balta ekspertizaya təqdim edilir. Rəyə əsasən şalvarın və baltanın üzərindəki qan qrupu sümük toxumasında müəyyən edilən qan göstəricilərinə uyğun gəlir. Bura qədər hər şey qaydasında gedir. Lakin istintaqın gedişində hadisələr gözlənilməz istiqamət alır. İlkin mərhələdə cinayəti etiraf edən Telman Fəthullayev sonradan ifadəsindən imtina edir. O bildirir ki, Samirəni öldürməyib və bacısının ölümündə Kazım və Elman adlı qonşularından şübhələnir. O ilkin ifadələrini məcburiyyət qarşısında veribmiş. Oktyabrın 25-də istintaq təkrar məhkəmə kriminalistik ekspertizası təyin edir. Bu dəfə verilən rəy əvvəlkindən fərqli olur.
Ekspertlər bildirirlər ki, iş materiallarında mərhumun boyu, stomatoloji vəziyyəti, sümüklərin tapıldığı şərait və torpaqda qalma müddəti barədə kifayət qədər məlumat yoxdur. Bu səbəbdən də təqdim olunan sümüklərin konkret olaraq Samirə Fətullayevaya məxsus olduğunu qəti şəkildə demək mümkün deyil. Bu ziddiyyət istintaqı çətin vəziyyətə salır. Saxlanılan Telman Fətullayevin atası oğlunun qanunsuz həbs olunduğunu iddia edərək müxtəlif instansiyalara, yuxarı instansiyalara çoxsaylı şahidlər göndərir. Yaxınları isə bildirirlər ki, cinayət zorla Telmanın boynuna qoyulub və onun azadlığa buraxılmasını tələb edirlər. Beləliklə, hadisənin üzərindən 1 il 4 ay keçsə də istintaq hər hansı qəti nəticəyə gələ bilmir. 2000-ci ilin oktyabrın 10-da iş üzrə yenidən məhkəmə kriminalistik ekspertizası təyin olunur. Bu dəfə ekspertiza Azərbaycan hüdudlarından kənarda Moskva şəhərində yerləşən ekspertiza mərkəzində keçirilir. Nəhayət, həmin ekspertizanın rəyi istintaqın taleyini dəyişməyə başlayır. Ekspertlər bildirirlər ki, alt çənəsi olmayan kəllə skeleti Qafqaz milliyyətinə mənsub 18-20 yaş arası qadına aiddir. Fotoşəkillə aparılan müqayisədə xüsusi fərqlənmə aşkar olunmur. Əksinə, üz cizgiləri və ümumi antropoloji göstəricilər şəkildə görünən Samirə Fətullayevanın xarici görünüşü ilə uyğunluq təşkil edir. Ekspertizanın rəyi əvvəlcə Baş Prokurorluğa, daha sonra Cəlilabad rayon prokurorluğuna göndərilir. Həmin ilin dekabrında isə Telman Fətullayev yenidən təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunur. Bu dəfə o fakt qarşısında aciz qalaraq bacısı Samirəni öldürdüyünü ikinci dəfə fərqli ifadələrlə etiraf edir. Onun ifadələri isə istintaqa yeni və daha qaranlıq detallar əlavə edir. İlk ifadələrində Telman bildirir ki, bacısını öldürməzdən əvvəl onunla cinsi əlaqədə olub. Daha sonra isə gecə saatlarında onu öldürərək cinayətin izlərini itirməyə çalışıb. Lakin sonrakı ifadələrində o bu sözlərini dəyişir. Telmanın dediyinə görə qətl törətmək qərarına gəlməsinə səbəb bacısını tanımadığı şəxslərlə ünsiyyətdə görməsi olub. O bildirir ki, avqustun 8-də əmisigildən qayıdarkən Samirənin 2 nəfər naməlum şəxsdən söhbət etdiyini görüb. Samirə uzaqdan qardaşını görən kimi evə tərəf gəlib, onun yanında olan şəxslər isə meşə istiqamətində uzaqlaşıblar. Evə daxil olan kimi Telman bacısından həmin şəxslərin kim olduğunu soruşub. Lakin Samirə ona öz işi ilə məşğul olmasını deyərək bu sualdan yayınıb. Bu cavab Telmanın şübhələrini daha da artırıb, axşam yeməyindən sonra Samirə və 2 qardaşı yatmaq üçün evin 2-ci mərtəbəsinə qalxıblar. Gecə saat 2 radələrində Telman Samirənin yatdığı otağa daxil olub. O, bacısını sakitcə oyadaraq həyətdə, evin arxa tərəfində onunla danışmaq istədiyini deyib. Samirə həyətdə qardaşına yaxınlaşan kimi hadisələr faciəvi istiqamət alıb. Telman əvvəlcədən hazırladığı məfdili arxadan bacısının boğazına keçirərək sıxmağa başlayıb. Samirə çabalayaraq xilas olmağa çalışsa da, o məfdili daha da möhkəm sıxıb və bir müddət sonra qız hərəkətsiz qalıb. Hadisədən sonra törətdiyi əməldən qorxuya düşən Telman meyidi gizlətmək qərarına gəlir. Balta ilə bacısını ilkin ifadəsində 3 yerə, sonraki ifadələrində isə 2 yerə ayırdığını deyərək kömür çalasında həyətdə bastırır. O əvvəlcə paltarında və ətrafda yaranmış qan izlərini təmizləyir. Daha sonra səhərə qədər həyətdə oturaraq valideynlərinə və qohumlarına Samirənin yoxa çıxmasını necə izah edəcəyini düşünür, plan qurmağa çalışır. Nəhayət qərara gəlir ki, qızın evdən qaçdığı barədə danışmaq daha inandırıcı olacaq. Telman bildirir ki, hadisədən sonra meyidi əvvəlcə həyətdə saxlayıb, üzərində olan bəzi zinət əşyalarını çıxarıb cibinə qoyub. Qan ləkələri olan paltarlarını yuyub. Valideynləri Masallıdan qaydanda Telman qardaşları ilə birlikdə ata-anasına
Samirənin kiməsə qoşularaq qaçdığını bildirib. Ailə üzvləri bu xəbərə inanıb və qızın hara getdiyini araşdırmağa başlayıblar. Lakin Telman meyidin həyətdə qalmasının təhlükəli olduğunu anlayıb. Hadisədən bir gün sonra avqustun 10-na keçən gecə meyidi gizlətdiyi yerdən qazıb çıxarıb, daha sonra onu ata yükləyərək Hacı Dağı meşə massivinə aparıb. Telmanın sözlərinə görə meşəyə çatdıqdan sonra izləri tam itirmək üçün meyidi torpağa bastırmayıb. O hesab edib ki, meyit açıq qalsa heyvanlar və quşlar tərəfindən parçalanacaq və beləliklə cinayətin izləri daha tez yoxa çıxacaq. Buna görə də meyidi ağacların yaxınlığında qoyaraq geri qayıdıb. Telman Fəthullayev bildirib ki, cinayətdən bir müddət sonra baş verənləri yalnız əmisi oğlu Natiq Fətullayevə danışıb. O dəfələrlə qeyd edib ki, evdə olan digər qardaşlarının bu hadisədən xəbəri olmayıb və Samirənin öldürülməsində ona heç kim kömək eləməyib. TV11 YouTube kanalı sərfəli reklam şərtləri təqdim edir. Ay ərzində milyonlarla baxış, milyonlarla insan diqqəti istəyirsinizsə, öz məhsullarınızı bizim kanalımızda sərfəli şərtlərlə effektiv şəkildə reklam edə bilərsiniz. Bunun üçün 070 291 78 98 nömrəsindən əlaqə saxlaya, eyni zamanda WhatsApp vasitəsilə yaza bilərsiniz. Telman Fətullayevin ilkin ifadələrinin yer aldığı istintaq materiallarında isə qeyd olunub ki, cinayətin baş verdiyi gün həmin gecə evdə digər ailə üzvləri də olub. Məsələn, onların digər bacısı. Buna baxmayaraq, Telman Fətullayev bütün məsuliyyəti üzərinə götürərək bu cinayəti tək başına törətdiyini və baş verənlərdən heç kimin xəbər tutmadığını bildirib. Bu müəmmalı və uzun istintaq prosesi çəkən hadisə Telman Fətullayevin barəsində aparılmış istintaq üzrə məhkəmə baxışı 2021-ci ilin fevral-aprel aylarında ağır cinayətlərə dair işlər üzrə məhkəmədə keçirilib. Məhkəmənin hökmü ilə 1971-ci il təvəllüdlü Telman Fətullayev cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edilib. Beləliklə, cənub zonasını lərzəyə salan və xeyli müddət ətrafında müəmmalar saxlamağı bacaran cinayət işi yekunlaşır, qatil öz cəzasını alır. Lakin bugün də həmin ailəni tanıyan şəxslər arasında və kənd sakinləri arasında yenə də Telmanın təqsirsiz, günahsız olduğunu deyənlər var. Salamat qalın.